Salam, mən Elnur Məmmədli 5-ci yüksəliş müsabiqəsinin qalibiyəm. Hazırda rəqəmsal transformasiya üzrə beynəlxalq konsultant, eyni zamanda Avropa Dövlət İdarəetməsi İnstitutunda xarici ekspert kimi fəaliyyət göstərirəm. Təcrübə insanın başına gələnlərdən ibarət deyil. Təcrübə insanın başına gələnlərlə nə etdiyidir. İngilis yazıçısı Aldous Huxley'nin bu fikri mənim həyata və karyeraya baxışımı formalaşdıran əsas düşüncələrdən biridir. Məncə insanı müəyyən edən yaşadığı hadisələr yox, həmin anlarda verdiyi qərarlar və tutduğu mövqedir. Peşəkar karyeram dəyişikliklərin idarə olunması ətrafında formalaşıb. Karyeramın əvvəlində SOCAR-da geniş miqyaslı rəqəmsal transformasiya, sonra özəl sektorda icraal transformasiya, daha sonra isə dövlət sektorunda rəqəmsal hökumətin transformasiyası. Bütün bu mərhələlərdə əldə etdiyim unikal təcrübə bugün artıq beynəlxalq səviyyədə süni intellekt əsaslı transformasiya layihələrini idarə etməyə imkan yaradır. Mənim üçün çətin, lakin nəticədə dəyərli təcrübələrdən biri özəl sektordan dövlət sektoruna keçid idi. İki dövlət strukturunun birləşməsi kontekstində rəqəmsal hökumət məhsullarının və layihələrinin idarə olunmasına rəhbərlik etmək böyük məsuliyyət idi. Kritik informasiya infrastrukturuna aid sistemlərin dayanıqlığını qorumaq əsas prioritet olsa da, məqsəd eyni zamanda yeni təşəbbüsləri sürətli və keyfiyyətli şəkildə həyata keçirməkdir. Güclü komanda işi nəticəsində bu vəzifənin öhdəliyindən layiqincə gəldik. Buna görə də bu vəzifəni qəbul etdiyimə görə çox məmnunam. Yüksəliş məsuliyyətdən başlayır. Hədəflərin qarşısında, xəyalların qarşısında, həyatın qarşısında. Yüksəliş sizinlə davam edir.